Bitirmə günündə Hüseyn hazırdır ki, sabah məktəbə gitsin. Yok kim oldu? Bir gün kim oğlan? Salam değerli izleyicilerim, kanalımıza hoş geldiniz. Yeni bir vlogdan her birinizi salamlayıram. Burada ise səhərdir, artık sübh vaxtıdır. Bugün yoldaşımın əslində iş günü değil, ev günüdür. Sadəcə mən oyadıb bunu verəcəm ki, içsin. Çünki mədəsi çox ağrıyır. Bilməyənləriniz varsa bilin ki, kartofun suyu mədə üçün dərmandır. Nədənsə birdən-birə mədəsində ağrı olmağa başlayıb bir neçə gündür və baxıram ki, çox adam bu mədə ağrısından son zamanlar şikayət edir. Axşam Hüseynin balacalıq paltarlarını yumuşdu. Saroçkaya baxın, görün nə şirindir. Çox şəkərli. Hamı yatıb deyə yavaş danışıram. İstəyirəm ki, pizza xəmiri hazırlayım Hüseynə məktəbə qoymağa. Burada qablar filan da var. Amma ki, birinci pizza xəmirini eləyim ki, adısın. Daha sonra işlərimi görüm. Hüseyni oyatdım, oyalana qədər tez qabları yudum. Pomidorumuz bitmişdi. Mən də o buzluqda olan pomidoru çıxartdım. Xəmiri də qoymuşam sobanın içinə ki, tez acısın. 40 dərəcədə qoymuşam. Hüseynin səhərlər iştahı olmur. Ona görə də bir dənə yoğurt verəcəm ki, yesin. Bilmirəm sizin uşaqlarda belədir ya yox. Arada olur ki, hər şokolad yeyir, malako yeyir. Amma ki, nəsə ballandı, yumurta ilə Hüseynin arası yoxdur. Hələ çalışıram ki, ona öyrədim ki, arada bir yumurta filan da yesin. Ən çox sevdiyi ana tost olsun, dönər olsun, nə bilim, hamburger olsun. Axır ki, çörəyin arasında belə bir şeylər olsun, elə xoşduyur. Sürətli şəkildə işlərimi görməyə çalışıram. Çünki axşamdan vaxt eləyə bilməmişəm. Dünən çox iş görmüşdüm evdə. Ona görə də hansı ki, Hüseynin gündəliyi olsun, dəftərləri olsun, onları yığmamışam, çunkasını yığmamışam. Ona görə də onları da eləməliyəm. Bugün ümumiyyətcə günün bütün günü doludur. Sadəcə bu günümü qurtaran şey odur ki, axşamdan plan dəftərinə yazmışam ki, nələr edəcəm, nələr etməyəcəm. Ona görə də səhər-səhər demək olar ki, saat namaz vaxtından bura yatmamışam. Bütün işlərimi çatdırmağa çalışıram. Bu halda, yəni belə etdiyim halda bütün işlərimi çatdıra bilirəm. Yox, əgər ki, gedib yatsam qalır işlər. İçinə nə lazımdır hazırladım. Pomidorumuz yox idi demişdim. Biberimiz də daydım, yaşıl yox imiş, qırmızı biber elədim. Burada biraz göyərti elədim. Bir də ki, mayonez. Bu da pizzalara vurulan ədviyyatdır. Ondan tökdüm üstünə. Pomidor, ketçap, biraz da ki mayonez. İndi siz xəmirə baxın. Görün nə qəşəng olub. Elə yaxşı şeymiş ki, bu 40 dərəcədə saxlamaq. Bir dəqiqədə köpdü də. Bir dəqiqə olmasa da bir 20 dəqiqədir ki, buradadır da. Baxın. İndi baxırsınız ki, bacınız 20 dəqiqəyə görün nə gözəl, mükəmməl bir xəmir əldə etdi. Çox təəssüflər olsun ki, həmin xəmir deyil bu. İnternetdə hər gördüyünüzə inanmayın. Ya da ki, mən nəyisə düzgün etmədim. Düzdür, köpdü, qəşəng oldu, ağzına qədər köpdü. Dedim ki, bu xəmir ideal xəmir oldu. Daha sonra əlimi vurandan sonra oralarını çəkmədim. Çünki görünüşünə çox güvənmişdim ki, yaxşıdır, yəni ona görə çəkmədim. Əlimi vurandan sonra gördüm ki, elə yumuşalıb ki, tələsən vaxtımda nə elədimsə xəmir dedi, yox, özümə gəlmərəm. Yəni mən də baxmışdım, internetdə 40 dərəcə yazmışdı. Orada mən nəyi səhv eləmişəmsə onu bilmirəm, nə deyiblərsə onu eləmişəm. Axır ki, alınmadı bizdə. Bu xəmir isə deyirsiniz ki, nədir? Əlbəttə ki, tez bir anda mən təzə bir xəmir etdim və bu cür alındı. Demək istəyərdim, amma ki, yox, seni tez yolladım. Hansı ki, çörək yerinə oradan bir dənə xəmir aldırdım və bu cür elədim. Bu formada xoşum gəlir ki, pizzaları bişirəndə elə yaxşı olur ki, həm uşağın əlindən dağılmır. Çünki belə qısok-qısok olanda nazik olur, üstündən dağılır. Amma belə bu formada çox yaxşı olur. Əslində bunu mən südlə eləyirəm. Demək olar ki, bütün internet bunu südlə eləyir. Sadəcə bizim evdə süd də yox idi. Mənim də pis xasiyyətlərimdən də biri odur ki, əgər bir şey beynimə qoydumsa, məsələn fikirləşmişdim ki, bu pizzanı eləyəcəmsə, orada süd yox idisə da, bilmədiyim bir reseptlə olsa da bunu etməliyəm. Yəni əvvəlcədən qərarlaşdırdığım şeyi, həvəsləndiyim şeyi etməyəndə çox pis oluram və onu nə cür olursa olsun həyata keçirməyə çalışıram. Məktəb bağlanana yaxın deyirdim ki, ay Allah, məktəb tez bağlansaydı biz də rahat oturardıq evimizdə, eşiyimizdə, yollarda qaldım. İnanırsınız, bilmirəm sizdə də belədir ya yox, məktəb açıldığına bugün çox sevinirəm. Çünki baxıram ki, uşaq bütün günü evdə olanda narahatçılıqlar olur, uşaq hər şeyi bəyənmir, uşaq planşetdən ayrılmır. Yəni amma aparıb qoyanda adam rahat olur ki, yenə də bir elmlə məşğuldur. Hərəsində hər yeri təmizləmişəm. İndi pizzaları bişənə qədər Hüseynin sumkasını yığacağım, gündəliyini yazacağım, dəftərin kitabını yığacağım ki, vaxt itirməyim. Çünki həm hazırlıq aparmalıyam, həm də ki, məktəbə. Sumkamız budur.
Aldıqlarımın içərisində məktəb çantasını sizə göstərməmişdim. Yes brendinin çantasıdır. Çox keyfiyyətli çantadır. Əsas da olsun mənim ən sevdiyim şeyi belə göz-göz olmasıdır. Yəni mən də sevirəm ki, çoxlu cibləri olsun. İçərisinə nə istəsən yığmaq olur. Həm də ki, bildiyiniz kimi dərslər artıq çoxdur. Həqiqətən o qədər kitab, dəftər var ki, mümkün deyil də. Sumka alırsan, ilin yarısından artıq sumka dözmür. Hansı ki, qulpları filan qırılır. Axşam dediyim kimi o qədər yorulmuşdum ki, çox iş görmüşdüm. Paltarları filan ayırmışdım. Balaca uşaq paltarlarını filan çıxartmışdım. Hansı ki istifadə eləyəcəm. Onların hamısını təkrar maşına atmışam, yumuşam. Gecə ipdə sərmişam onları. Ona görə heç bir kitabla filan məşğul ola bilməmişdim. Hansı ki bu cırıq kitablar var. Onları kleyləyirəm. Üzlərini də təzə almamışam. Keçən ildən qalmış kitab üzlərini saxlamışdım. Elə yaxşı ki də saxlamışam. Bir-bir hamısını üzdürəm, qoyuram çantasına. Məktəb illərində də ən çox vaxt aparan şey hansı ki bu kitabların səlqəyə salınmasıdır. Testləri yoxlamaq, sumkaya nə qoyacaq, yemək olsun, su olsun. Həqiqətən ən çox məni narahat edən şey uşaq məktəbdə nə yeyəcək, suyu olsun, qarnı tox olsun, kitabları, dəftərləri yerində olsun. Bəs siz uşaqların dəftərini, kitabını gündəlik hansı ki cədvəldə dərslər var, onları özünüz yığırsınız ya uşaqlar yığır? Mən elə kimdənsə eşitmişdim ki, uşaq özü yığır, amma bilmirəm ki, mən gərək deyim də yavaş-yavaş öyrədim ki, gedib özü yığmağa. Yoxsa ki, nə bilim, güvənmirəm ki, birdən nəsə evdə qalar, nəyisə çatışdırmaz. Adi məsələn elə olur ki, texnologiya dərsi olur, orada kley lazım olur, rəngli kağız lazım olur, plastilin lazım olur. İstəmirəm ki, gedib sinifdə kimdənsə nəsə istəsin. Bugündən də planşeti yığışdırırıq. Şükür Allaha ki, planşet artıq götürülür. Sadəcə 6-cı günlər həftədə bir dəfə planşet icazə veriləcək. Çünki uşağı tam-tamına da texnologiya zamaninəsində böyüyən uşaqdır, yəni dünyaya gələn uşaqdır. Onun tamamilə kəsmək də olmaz deyə düşünürəm ki, tamamilə yəni uzaq ol o texnologiyadan, tamamilə heç bir şey istifadə eləmə. O da yəni alınmaz. Öz dövrümüzlə hər şeyi götürmək olmaz. Təbii ki, mən belə düşünürəm. Tamam əksi də düşünə bilər adam. Yəni o da mümkündür. Zaten insan bir müddət sonra nədən uzaqlaşdırsın da, yəni ondan uzaqlaşır. Yəni onu vərdiş halına gətirir. Sadəcə mən istəmirəm ki, onu tamamilə texnologiyadan uzaqlaşdırım. Çünki zamanə o zamanədir. İstəmirəm onun yoxluğunu çəksin. Sadəcə 6-cı günlər götürəcək, yəni istifadə eləyəcək. Mən nəm salfetka qoydum. Bir dənə də quru salfetka qoydum yeməkdən sonra əlini silməyə. Bax, qədrimi bilinə, hələ videonun arasında qoymuşam ki, bunu da çəksin köpməyini. Bəh, görür nə gözəldir. Niyə gülürsən? Sən pişirməmsən deyə çox gözəldir. Gözün götürmür, elə bilirəm mənim yeməklərimi. Aslında çox gözəldir. bilmirsən, sənətkarlar bir-birini bəyənmir. Bir dənə yeyərəm. Çox qəşəng olur, içi yumuşaq, üstü də belə. İçi çox yumuşaq olur. Əsas odur ki, şükür Allah, hər şeyi çatdırdım, rahatlaşmışam burada. Götürdüm Hüseyni, aparıram hazırlığa. Hazırlıqdan çıxandan sonra isə müəlliməsi özü aparacaq məktəbə inşallah. Ona görə də rahatam. Hüseyni məktəbə qoyum, evə qayıdım, sup bişirim yoldaşım üçün. Toyuqları belə balaca doğradım. Belə bir qazan çay atacam, qaynadacam. Duz üstü vurandan sonra. Bir tərəfdə də soğanları xırda-xırda doğramışam, onu qovuracam yağda. Soğan qovrulandan sonra bunları da əlavə edirəm. Kökdür, kartofdur, sarımsaqdır və biraz un, sarı kök. Daha sonra isə üzərinə bildiyiniz kimi hansı ki toyuq idi, üst toyuğun suyu idi və yarım stəkan da belə balaca xırda makaron əlavə elədim. Və ən sonda isə təbii ki olmazsa olmaz göyərti. Yoldaşım mədəsi ağrıdığı üçün deyir ki, heç olmayanda mənə mütləq sup hazırla ki, quru yemək olmasın, mədəm düzəlsin. Mənə görə bu sup həm yüngüldür, həm tez hazırlanır, həm də ki çox ləzzətli olur. Gəl Dayfiri, gecikəcək. Hüseyin dərsdən gələnə qədər gedib gəlməliyik. Heç nə, hər yerdə özə bax, gəl. Bugün hara gedirik? Bugün Sumqayıta gedirik, Qol Qayalıya. Çox mesaj gəldiyinə görə o bir aylıq bazarlığı gözləmədik. İndi Hüseyin dərsdən Amma çox şey almayacaq. Amma çox şey almayacaq, çünki almış. Gedirik Qol Qayalı marketə inşallah. Hüseyin dərsdən gələnə qədər çatmalıyıq. Nə zamandır ki, belə avtobusla getmirdik, dedik ki, birlikdə gedək avtobusla, həm də bizə çox maraqlı olsun. Ani bir moment yoldaşım qərar verdi ki, gedək, dedi ki, evdəyəmsə gedək Qayalı marketə çəkək, çünki çox adam istəyirdi. Ona görə də elə bir tələsik çıxdım ki, həm də ki, vaxtımız azdır, gedib gəlməliyəm, çatmalıyam Hüseynin dərsinə. Uşaqsız yol çıxmaq elə rahatdır ki, əlinə ayağına dolaşan yoxdur. Yolda isə belə bir qəza baş vermişdi, Allah köməkləri olsun. Elə pis oluram ki, yolda belə qəzalar görəndə. Burada isə
Artıq biz gəlib çatdıq Sumqayıta. Sumqayıtın burasına gələndən sonra avtobus artıq burada dayanır. Çünki elə bir göyərçinlər deyilən bir yer var yamış burada görürəm, belə parkda 2 dənə göyərçin var. O göyərçinlərin yanından keçəndən sonra avtobus dayanır. Ondan sonra artıq dedik ki, bəsdir bizə bu qədər macəra. Çata bilməyəcəyik, ona görə ondan sonra da mindik taksiyə. Qalan yolumuzu elə davam etdik. Abunəçilərim də haqlıymış, elə premium marketdir, daha sonra hiper ucuzluqdur, daha sonra isə belə Gold Qayalıdır. Hamısı ard-ardaymış. İlkin olaraq qıraqdan Gold Qayalının görünüşünü o qədər çox bəyəndim ki, hər bir yer həm bayırı, həm içərisi hamısı şəhidlərimizin şəkilləri ilə örtülü idi. Ona görə də çox xoşuma gəldi. İçərisinə daxil olanda isə eyni Ayxan marketdə olduğu kimi bilmədim ki, harasından başlayaq. Çünki olduqca böyükdür, 4 mərtəbə yerdir və hər bir mərtəbəsi indi sizə göstərdikcə deyəcəm ki, nələr var burada, nələr. Ən alt mərtəbəsi hansı ki padvala düşürsən, orada qeyri ərzaq mallarıdır. Burada isə birinci mərtəbə ilə promoy girən kimi, yəni olan mərtəbəsində isə ancaq ərzaq mallardır. İçərisində balıqlar, toyuqlar, turşular, nə istəsəniz, kalbasalar, sasikalar, bütün çaylar, həqiqətən konfetlər o qədər bolluqdur ki, adam bilmir ki, hansı birinə baxsın. Ankara makaronun qiyməti burada da 1 manat 57 qəpikdir. Ucuzdur. Aşağıdakı uzunlar da 1 manat 57 qəpikdir. Bizim ölçü meyarımız elə bil ki, Ankara makaronlarıdır. Həqiqətən bəzi şeylər var ki, onların qiymətini əzbər bilirəm, bəzilərini yox. Ona görə bildiyim şeyləri istəyirəm ki, deyəm. Çox gözəl qablaşdırılmış turşular gördüm. Həqiqətən də çox maraqlıdır. Bunlar 3 manat 90 qəpik. 3 manat 80 qəpik belə bir pomidor. Zeytun turşuları var. 16 manat 20 qəpik, 11 manat 10 qəpik. İşlənən şeylərin qiymətini göstərim ki, baxaq necədir. 3 manat 13 qəpik Ankara mərci. Manat 21 qəpik Ankara qreçka. Ankara uzun düyü 800 qramlıq 3 manat 34 qəpik. Manlı 1 manat 72 qəpik. Manlı düyüsünü o bir mağazada çəkmişdim. Burada isə baxın qiymətinə özünüz müqayisə eləyin. 3 manat 78 qəpik. Abunəçilərimin dediyi qədər var, market o qədər böyükdür ki, mən inanmıram ki, bu marketin hər bir yerini mən gəzdim. Adicə sizə burada konfet bölməsini göstərim, görün nə qədər konfet var. Demək olar ki, şokoladın, karamelin, konfetin hər növü burada var, ucu bucağı yoxdur. Gəlinimiz demişdi ki, bunu xüsusilə çək. Çünki hər yerdə 24 manatdır. İndi çəkirəm, onun üçün çəkirdim, elə 20 manat 99 qəpikdir. Həqiqətən burada da 20 düz deyilmiş, 24 manat olub. İndi düşüb 20 manata. Burada yadıma düşdü ki, istəyirdim ki, əl işi olaraq düzəldim paylama konfet uşaq üçün, hansı ki sizə də örnək olsun. Böyüyün eləyim, dedim o böyüdən alım. Konfetlərimizi də aldıq, gedək görək başqa nələr var burada. İndi isə çayların qiymətini sizə göstərmək istəyirəm. Bilmirəm, müqayisə edin. Beta-T'yə 2 manat 70 qəpik idi. Çayların da ucu bucağı yoxdur. Berqa çayı da endirimdə idi, 2 manat 61 qəpik. Təbii burada sıxma zeytun yağları da gördüm. Qiymətləri isə məncə münasibdir. Qabıqlı fındıq 7 manat 70 qəpik. Araqis 4 manat 35 qəpik. Və düzdür, buradan almadım çünki bundan əvvəlki marketdə almışdım. Amma ki, burada da çərəzlər çox idi. Ən çox da çərəzləri səliqəliliyinə görə bəyəndim. O qədər xoşum gəldi ki. Burada isə çox qəşəng lokumlar var. Burada da gəlinimizin yeri məlum. O lokum xəstəsidir. Mənə yoldaşım dedi. Dedim ki, yox istəmirəm. Çünki mən olsa yeyərəm, olmasa yemərəm. Elədir. Amma ki, bunu xüsusi sevənlər var deyə çəkdim. Aksiyalar var. Buradakı aksiyalar var. Deməli, Milka 7 manat 79 qəpik, yox 4 manat 20 qəpik. 2 manat 79 qəpik. Azərbaycan çayıdır. Azərbaycan çayı sadəcə 99 qəpiyə. Nə yaxşı. 4 dənə kofe, belə 3-ü birində, 4-ü birində də 65 qəpik. Bu qədər gözəl marketin tərəvəz yerisi o qədər də ürək açan deyildi. Yəni o qədər də çox bəyənmədim. Yəni həm çeşidi çox deyildi, həm o qədər də ucuzluq falan da görmədim. Ona görə də tərəvəzləri buradan almadıq. Dedik ki, ondansa düşək aşağı, görək aşağıda nələr var. İndi buradan özünüz görürsünüz də hələ girişdən ki, o qədər doluluqdur ki aşağı. Yəni sədərəyə falan getməyə ehtiyac yoxdur. Bu Sumqayıtda yaşayanlar rahatlıqla hər bir şeylərini gəlib baxıram ki, buradan tapa bilərlər. 6 manat 90 qəpik.
İndi mən sizə bilmirəm ki, hansını sayım. Gördüyünüzə belə sayım ki, dəftər, ruçka ləvazimatları deyim, məktəb ləvazimatları deyim, elektro tavarlar, bütün oyuncaqlar, bütün evə xırda, böyük nə lazımsa, hətta görürsünüz burada manqala qədər, saxsı qablara qədər, taxtalara qədər. Yəni bütöv hər bir şey var. Elə bir şey yoxdur ki, burada paraşoklar olsun. Paraşokların addeli indi görəcəksiniz ki, nə dərəcədə böyükdür. Və yaxud pamperslərin addelləri olsun, nə dərəcədə böyükdür. Bu mərtəbəni deyə bilərəm ki, xüsusi olaraq bəyəndim. Çünki elə bir şey yoxdur ki, onun çeşidləri olmasın. Yumşaldıcı baxaq qiymətinə 4.85, 5.59. Adı nə idi? Yumşaldıcı ABC var. Baxın, burada istədim ki, pampers alım ki, bəzəmək üçün hansı ki, rəngi açıq olandan. Görün ki, nə boyda pampers addelidir. 1 deyil, 2 deyil, o dərəcədə çoxdur. Eləcə də salfetkalar, uşaqlar üçün şampunlar. Mən də bunları gördüm, heç almaq fikrim yox idi. Dedim ki, 1-2 dənəsini seçim, hansı ki, əl işi düzəldəndə ora vuraram, həm də ki, sonra istifadə eləyərəm. Ona görə də seçdim, hansı ki, bu Rus firmasının olandı. Hüseynə də o vaxtı bundan almışdım. Nə bilim, deyirdilər ki, yaxşıdır. Ona görə onun duş gelini seçdim. Yuyunmaq üçün olanını seçdim. Bir də saç şampununu seçdim. Persifkasını seçdim. Sadəcə yadımdan çıxıb quru sabunu var idi. Yadımdan çıxdı, onu almamışam. 2 manat 70 qəpik idi 1 litrliyi. Hətta burada baxın, yoldaşım maşın üçün lazım olan şeyləri tapdı. Nə bilim, yağdı, nədir, maçalkadı, onları da aldı. Domestosun neçə cürü olarmış, paraşokların neçə cürü olarmış, maçalkaların neçə cürü olarmış. Həqiqətən də çoxdur. Burada seçim hədsiz dərəcədə çoxdur. Ona görə də deyirəm ki, bu mərtəbəni daha çox bəyəndim. Çünki bir şeydən bir yerdə deyil. Hər addeldə görürsən ki, hər cür qiymətə, hər büdcəyə uyğun nə qədər desən, paraşok olsun, feyri olsun, hər şey var. Sonda axtardım, hələ ürəklə gəzə bilmədim, amma 4 manat 55 qəpiyə Slippy-də tapdım. Alış-verişi eləyəndən sonra güya çıxdıq ki, bayıra tərəvəz də alaq. Daha sonra dedik ki, bir dənə dönər yeyək, qəşəng iyi gəlirdi. Dedilər ki, hansı ki, bunun içərisində şirniyyat yeri də var, hətta burada yemək yeri də var. Getdik, baxdıq, içərisində tort yeri var, şirniyyat yeri var, bütün açıq belə büfe kimi var, yemək yerləri, hansı ki, özünü seçirsən, alırsan. Bütün içərisində dönər yeri də var. Hətta sadəcə biz burada yemədik, çünki mən istəyirdim ki, manqal dönəri olsun, ona görə getdik başqa yerdə yeməyə. Amma buranı sizə göstərirəm. Xırda da olsa, bütün elektro tavarlar, hətta burada kirayə kişi kostyumları, kirayə qadın paltarları, içərisində dərzilər, yəni parçalar, pərdə mağazası, elə bir şey yoxdur ki, mən burada görmədim. Hətta inana bilmirəm, burada telefonlar, planşetlər, televizorlar, hətta lambard belə var, qızıl dükanları var. Əməlli başlı böyük univermaqdır bura. İndi baxıram ki, qısa da olsa tortlar da çəkmişəm. Yəni belə ad günlərində filan tortlar da var burada. Sadəcə çox çəkmək olmur, icazə lazımdır ki, çəkmək üçün. Daha sonra isə çıxdım. Gedək hansı ki, bayıra dönər yeməyə. Burada tərəvəz yeri gördük. Lazım olan tərəvəzləri də dedik, buradan alaq, bir də fəmlik. Burada isə dedik ki, dönər yeməsək olmaz. 2 dənə dönər sifariş verdik. Manqal dönəri, bir dənə də Hüseynə sifariş verdik. Özümüz yedik. Hüseynin dönəri də götürdük. Qaçaraq gəlirik evə ki, Hüseyni məktəbdən götürək. Çünki burada sadəcə bizim yarımca saat vaxtımız var. İnanırsınız ki, düz nol Hüseynin vaxtında gəlmişik və mən də həmişə kimi son zamanlarda olduğu kimi yenə də üzüm almışam. Üzümün qiymətini artıq bilirəm. Standart 1 manat 50 qəpikdir kilosu. Bu Slippy'lər ya belə olur, mən bundan 2 dəfə də almışam, ya da ki, bunun suyu hədsiz azdır. Yəni mən vururam, silirəm, bunun suyu həmənki mən həmişə aldığım Slippy'lərdən deyil, əməlli fərq var. Bu kileylərin də bilirsiniz də hər yerdə artıq bahalaşıb 20 qəpik olub, Araz marketdə filan da. Buradan isə sadəcə birini 10 qəpiyə almışam. İstəyirəm ki, nəsə belə balaca əl işi düzəldim. Həm faydalı olsun, həm də ki, özüm içində qalsın. Ona görə bu firma, bir dənə quru sabunu yadımdan çıxıb gördüm, orada almadım, amma gərək alaydım. Sabunlar. Bu Feyrin limonunu aldım. Sonra gördüm ki, orada başqa limonlu, Dədə Baba limonlusu da var imiş. Mən bilmədim onunla bunun fərqi nədir. Fərqini bilən varsa yazar. Bu 2 manat 57 qəpik idi deyəsən. Bir də bunu almışam. Bu da pudradır, uşaq pudradır. Hicaz kalbasası 7 manat 93 qəpik, yarım kilodan biraz artıq. İndirimdə idi. Sabun halal saskalarıdır. 13 manatdan düşmüşdü. 9 manat neçə qəpik, 1 kilodan biraz artıqdır.
Bunları isə sadəcə götürdüm ki, baxım ki, görüm bəzəmək üçün necə alınacaq uşaq üçün. Hüseynə məktəbə getməyə pizza üçün almışam. 2 ədəd aldım. Dartılan Holland pendiri. Bu da sabun kalbasasıdır. Bu da 9 manat neçə qəpik. Duzlu araqis. Tərəvəzlərdən isə elə oradan biber aldıq. Düzdür, girmək istədim premiumla, amma ayaqlarım ağrıyırdı. Premiumun mən keçən dəfə çox bəyəndim tərəvəzlərini. Belə biraz kök aldım. Hüseynə kök salat eləyəcəm. Bir də gözləsin. Biraz kırmızı biber. Bunlar da pizza için almışam. Doğrayıp koyacağım hazır soyduya. Yaşıl biber. Bir tane de təzə qoz almış. Hüseynin ilk dərs günüdür. Deyir ki, anam mənə keçən dəfə nuggetsən elə. Ona görə də bu qədər işimin arasında gecə saat bilmirəm burada. 10'dur, 11'dir. Mən burada nuggets eləyirəm. Ətləri bu formada elədim əlimdə. Çox qalın eləmirəm ki, tez pişsin. 3 tane yumurta vurmuşam. Burada un. İndi bir dəfə suxarik alıb gətirmişik. Onu da bura tökəcəm. Birinci una batıracağım. Sonra yumurtaya, daha sonra isə suxarikə. Əvvəlcə hamısını belə unlayıram. Hamısını bu formada unladım. İndi isə keçəcəm, yumurtalayacağım. Daha sonra suxarikləyəcəm. Bir dəfəli hamısını qızardacağım. Belə hamısını yumurtaladım, suxariklədim. İndi isə bişirməyə qoyacağım. Balaca götürmüşəm ki, həm yağ az getsin, həm də yaxşı qızarsın. Çünki bol yağ lazımdır. Baxın, görün nə qədər yağ getdi. Sana burada neçədə var? Neçədə var? Ha? Bir sənə sayma, tamam. 7, 5 yetdin. Hə? 35 eləyir, 5 yetdin. Hardan? Tez böyrü ilə o birisini vurdum. 5'i 7'ye vurdum. Belə hamısını eləyib yığanda sonda qızardıram, daha rahat başa gəlir. Sadəcə ən sonda bununla neçəci dəfədir mənim başıma gəlir. Hansı ki tələsəndə, dalbadal atanda, bişməyən olanda bu formada hamısı aşır. Yağın artıq ən sonda əlin ayağını yığa bilmədim. Bu ne Ayşin, bu ne? Bu mənim indi bir yağlar yedim. İçi çox ağ idi və tam ev işiydi. Siz də yeyin, çox dadlıdır. Ay çox sağ olun Sevməm. Siz bəyəndinizsə deməli qəşəngdir. Gəlir. Ata. Arı qaçdı, tutdu, oynayırdı. Zəng vurulanda pörtmüş halda sinifə